İlk önce təbrik edirəm futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Sanki bu qalibiyyət azarkeşlərimizin haqqı idi. Belə soyuq havada bu cür dəstək oldular bizə. Bizə əlavə futbolçulara əlavə motivasiya verdilər. Mən onları təbrik edirəm. Bu cür oyunda bu dəqiqələrdə bu cür penalti vermək əlbəttə ki bizə heç də xoş deyil. Əgər orada əminlik yoxdursa, amma belə hallar olub. Yəni bugün hakimlikdən danışmağımız bəlkə də düzgün çıxmaz. Məncə də qalibiyyətdən daha çox danışsaq yaxşıdır. Sadəcə sanki o penalti futbolçulara əlavə bir motivasiya verdi. Futbolçuların da özlərini çox intizamlı apardılar. Hakimə də etirazlarını çox belə kultur, belə mədəni, bəli, daha mədəni bildirdilər. Yəni hakimdir, yəni başa düşmək olar onları, amma məğlub olub sonradan 2 qol vurub qalib gəlmək bu daha ləzzətli oldu. Hər bir işdə xeyir var, yəni xeyrlisi buymuş. Amma Liverpool'la oyunda bu cür böyük kluba qarşı, bu cür böyük stadionda, bu cür İngiltərənin ən köklü, ən tarixi klubuna qarşı futboldan, oyundan həzz alsınlar, ən başda çəkinməsinlər, cəsarətli olsunlar və bugün burada göstərdiyi oyunu çalışıb orada göstərməyə, hansı ki daha çox topla oynamaq və ola bilər daha çox baskı oldu, ola bilər yəni bu tam başqa bir komanda, tam başqa bir səviyyədə ümumiyyətcə böyük klublara qalib gəlmək həm futbolçulara özünə güvən verir, həm də böyük bir təcrübə toplayırıq. Əgər bugün şansımız varsa biz niyə ondan istifadə etməyək və bugün əgər biz o ilk 24-lükdəyiksə son oyunda da niyə mübarizə aparmayaq? Futbolçuların təcrübə aldılar bugün də. Ümumiyyətcə bu Çempionlar Liqasından həm oyun sayı çox oldu, həm baxmayaraq hələ qrup mərhələsi bitməyib, amma yeni formatla keçirilən. Belə klubların həm Bakıya gəlməsi, həm bizim futbolçuların təcrübəsini artırır, həm də futbolu azarkeşlərimizə sevdirir və onların da sevgi ilə stadionlara gəlməsi bu əlavə bir motivasiya verir və əlavə bir üstünlük verir bizə.